Salam hörmətli izləyici, Qəbələ rayonu Sırt Yengicə kəndində satışa ev çıxardılıb. 1 hektar 30 sotda, 1 hektar tam tikin təyinatlı çıxarış. 30 sot isə bələdiyyə, əlavə bələdiyyə torpağı olan, içində fındıq ağacları, sonra bu incirdir də, eləmi? İncir, tut ağacı, hər bir şey ağacı olan, işığı da var da, eləmi? İşıq xətti zadı, hər şey olan bir evdir. Evin biri köhnə evdir, biri təzə tikilibdir. İndi biraz düzəltmək olar. Düzəltmək olan evdir. Qiymət demək, neçə edirsən abi? 50 minə, eləmi? 50 minə təklif olunur. 50 min manata 1 hektar torpaqda belə yarım tikili ev, bir də köhnə ev. Sahibinin nömrəsi 010 323 1335 olan bu evi almaq istəyən şəxslər şəxsin özü ilə əlaqə saxlayıb buranı ala bilərlər. Ərazi böyükdür. Böyük ərazi almaq istəyənlər üçün, tikin təyinatlı böyük ərazi almaq istəyənlər üçün ərazidə satışda olan torpaqlar çoxdur. Yəni yan-yana ərazilər çoxdur. Burada köhnədən qalıb. Bura hindir da, eləmi toyuq saxlayan. Toyuq dovşan saxlayan hindi. Təndir dağılıb. Təndirə baxmamısan ya abi? Təndir dağılıb. O tualetdir eləmi orada. Bu da evdir də. O kərpic Agnapornik kərpiçdə, yanmayan kərpiçdə ağ var. Qırmızını bilmirəm, ağ elədir. Bu da saksından tikilib. Evin içi. Pərdələr normaldır. Və budur. Arkada da Vayennereles. Baba bizim bildiyimiz Vayennereles. Və dağlıq ərazidir. Xatırladım ki, istənilən maşın əraziyə gələ bilir. Burada tövləsi var. Heyvancılıqla, öz üçün ev tikmək istəyən şəxs üçün ideal yerdir. İzləmədə qalın.